Gözəl, görkəmli bir dənə yemək hazırlandı. Çox əla və sadə bir yeməkdir. Salam əziz tələbələr, yəni evdə tək qalanlar. Bu günlərim sadəcə 4 manat 80 qəpiyə aldığım tərəvəzlərlə yemək bişirəcəm. Həm ucuz, həm də ki çox olur. Yəni evdə tələbə olanlar, tək qalanlar üçün rahat yolla hazırlaya biləcəklər. Soğan aldım. 2 dənə yayla əlaqədar badımcanları da bu. Badımcan aldım, pomidor aldım, bir də ki 2 dənə soğan, keşniş şüyüd. Getdik bunları hazırlamağa. Deməli bizə lazım olacaq 2 dənə soğan, 2 dənə badımcan. Badımcanları özüm biraz bir aldım ki, badımcan deyirlər qızartması üçün iri badımcan daha yaxşıdır. Bir də ki 4 dənə xırda boylu pomidorlar götürürəm. Bir dənə qoy qalsın, salat falan edəndə işə yarayacaq. Bu göyərtiləri hələ ki dəymirəm, göyərtindən salat edəcəm. Tərəvəzlərimizi aparıq, yox gətirək. Məndə evdə əlavədən toyuq sinəsi əti var. Onu da qoydum suya ki, qoy açılsın. Mən ondan da qızardacağım. Badımcanı belənçinə 2 tərəfini də təmizlədim. İndi bunları istəyirəm ki, ikiyə ayırım çünki çox böyükdür. Sonra da ki, bunları nəzik doğrayayım ki, qızartmaq üçün yaxşı olsun. Mahnı da qoşulub televiziyada öz-özünə. Bunlar qoyaq aş süzənin içinə. Çalışın nəzik doğrayayım ki, rahat qızarsın. Düzdür, biraz yağ çox aparan şeydir, amma dadlı olur da, yəni məncə yayda yeyilməli olan bir şeydir. Təmizləyək. Özü də bunun, bilmirəm, indi bilənlər zəhmət olmasa yolunda yazsın. Qabığı yox. Elə bir içindəki tumları çoxdur. Bu nəydən ola bilər? Bilənlər zəhmət olmasa yazsın, mən bilmirəm. Birazdan məşqdəyəm. İndidən yeməyimi hazırlayayım, şah yazacaq ki, gəl gedək. Belənçinə. Aha. Bunu da ki, bunlar çox böyük deyil, yəni hələ 2 yerə eləyib eləyəcəm, qızardacam deyə belənçinə. Məncə normaldır. Çox da nəzik eləsəm, nə bilim, bəlkə yapışar. Özə dedi, qabığı rahat soyulan deyə. Buna bax, qabığı çox rahat soyulur. Bunları qoyun bura. Bunlar hazır. İndi sən soğanları da soyun qoy. Bu da hazır. Prosta soğanları 2 dənə götürmüşəm. Deyirəm birdən çox olar. Bəlkə bir dənəsini eləyim. 2 dənəsini götürmüşəm. Qoy 2 dənəsini də eləyim. Onsuz da tək deyirəm ki, axşam qardaşım da işdən gəlib yer. İndi inşallah video çəkə-çəkə doğrayıram. Yeməyin hazır versiyonunu videonun üzərinə qoyacağım ki, siz görün nə tər bir şey alındı. Belə. İndi isə vaxtı gəldi qızartmağın. Gələk bunları qızardaq. Deməli, ürçəyə doğrayıb hazırlamışam. Bu göyərtilərlə və pomidorla, soğanla salat eləyəcəm. Xiyar düzdür, almaq yadımdan çıxdı. Amma yox. Bunları qızardacam. Burada soğanlar da var, çox da bilmirəm gördünüz. Bir də ki, bu sinə ətidir toyuğun. Onu da qızardacam. İndi isə dostlar, istəyirəm ki, doğradığım tərəvəzləri duzluyum, istiyotlayım və hamısını bir yerə qoyum ki, qoy bir-birinin dadı bir-birinə keçsin. Belə bir məntiqlə də. Bilmirəm daha necə olacaq. Amma yaxşı olacaq, mən biləm. Niyə də pis olsun? Tərəvəzlər də hamısı bir-birinə qarışacaq. İlk növbədə biraz duz çəkəcəm buna. Burada duz da, narın duzumuz da qutarıb. Almamışıq. Eybi yox. Buyurun, gedib alalım. Biraz da qırmızı istiyot tökək. İndi qırmızı istiyotu mən çox tökmürəm, çünki bizdəki acıdır. İndi kim nə qədər acı yeməyi xoşlayırsa, bəzi insanlar var ki, çox acı xoşlayır. Mən da çox tökmürəm, yəni xoşlamıram.
Biraz da karabiber. Şimdi bunları qəşəng bir-birinə qarışdırırıq ki, ədviyyatlar hamısı hər yerinə qəşəngcə yayılsın. Elnarə xanım da maşallah elə qəşəng oxuyur. Mənim düzdür, yaşım gəncdir, amma mənim Elnarə xanımın mahnılarından çox xoşum gəlir. Çox gözəl ifadə edir. Allah ona can sağlığı versin. Onun kimin oxuyan və rəhmətə gedən sənətçilərimizə də ki, Allah rəhmət eləsin. Bunu da beləncə baxın, qarışdırdım. Təbii ki, bunları qızardanda ayrı-ayrı qızardacağım. Birinci badımcanları qızartmaq fikirləşirəm. Sonra soğanları qızardacağım. Ən axırda da ki, pomidorları qızardacağım. Çünki pomidor bilirsiniz ki, su buraxır. Bu belə getdi. İndi isə keçək qızartmağa. İndi keçdik ən əsas məsələyə. Qızartmaq məsələsinə. Bilmirəm, indi qızartma mövzusunda neçə nəfərdir ki, həssasdır. Amma yəni ki, mütləq ki, qızardaq biz yeməyimizi. Mən məsəl üçün qızardanda yanıb tökülürəm də, sizlərə bilmirəm nə təb olur. İndi yəni burada konsert verəcəyik. Qızardanda həmişə çıtlayır üzümüzə, gözümüzə yanır, amma təbii ki, buna dəyir. Yağını biraz bol edəcəm, uşaqlar. Çünki belə deyim də, bu yemək biraz yağ çox aparandır. Demək olar ki, qızdı. Demək olar ki, yağımız qızdı. Çıtıltı səsləri gəlir. Hafif. Əla. Bunların hamısını bir düzək. Gözə sizə göstərim nətərdir. Buna baxın. Belənçini düzmüşəm. Qoy bir yüzü qızarsın. Bir yüzü qızarandan sonra obursuzuna çevirərəm. Yavaş-yavaş demək olar ki, obursuzda qızarmaq istədir. Videonu bura kimi izləyən dostlardan xahişim onunla ibarətdir ki, zəhmət olmasa bizim kanalımıza abunə olub, like düyməsinə basıb, öz şərhlərinizi bizimlə paylaşın ki, bizim də kanalımız yenidir. Təbii ki, sizin bizə dəstəyiniz sadəcə bizim kanalımıza abunə olub, bizim yəni ki, mənim kanalıma abunə olub, yoruma öz fikirlərinizi bildirməyinə. Təbii ki, indi siz də öz fikirlərinizi görüşdürə bilərsiniz ki, siz evdə tək olanda necə bir yemək hazırlayırsınız və yaxud da mən burada nəyi düz elədim, nəyi səhv elədim, maraqlı olacaq. Görək kimlərin fikri nələrdir. Dostlar, baxıram ki, çevrilmək vaxtları gəlib çatıb da, bu da çevrilməlidir içəridə. Buna baxın. Bunları bir çevirək. Hazır. Pişənləri götürüb qoyuram buraya. Pişənləri gözləyənləri qoyuruq. Mən soğanları əlavə edim bura. Ki, qoyun soğanları da özü pişsin. Qaldı pomidorlar. Ədavadadıq bunu. Əti də ədavaladıq. Sarımsaq vurdum biraz, duz vurdum, qara istiyor, bir də ki qırmızı istiyor. Soğanlarımız da hazırdır. Artıq soğanları da götürək. Bayaqdan gözlətdiyimiz əti əlavə edək yağa. İstəyirəm ki, pomidoru da qırağından atmayaq. Atacam. Bu pomidorlar da qızarsın. Baxın. Toyuqlar demək olar ki, hazırdır. Toyuqlar sadıram. Yanmasınlar, çox da qurulmasını istəmirəm. Pomidorlar da hazırdır. Və nihayətində yeməyimiz hazırdır. Baxın, belə ləzzətli, gözəl görkəmli bir dənə yemək hazırlandı. Çox əla və sadə bir yeməkdir. Demək olar ki, inanın 5-6 nəfərin doya-doya yeyə biləcəyi bir yemək var burada.